Hörmətli izləyicilər, Sarıdağın bir köhnə arxaç yeridir bura. Burada Sovet vaxtı kolxozun heyvanını saxlayıblar. Bu iki hissədən ibarətdir. Aşağıda, yuxarıda da quzunu burada saxlayıblar, qoyunu aşağıda. Ot qalxıb dizə yerimək olmur. Bax, burada quzuları saxlayırmışlar. Bir də o daş ağılda. Hava da soğukdur. Havxuraq bilinir. Bax, burada havxuraq bilinir. Çox möhtəşəm bir yerdir. Sarıdağın arxa tərəfinə keçmək üçün bir yerdir bura. Hər adam tanımır buranı. Buranı gəlib gəzən bilər. Buradan dağ keçiləri gedib gəlib izləri var. İndi inşallah görsək, çalışacağım, çəkiliş eləyəm, paylaşam. Buranı hər adam tanımır. Buranı ancaq Seyfəddin qavamına mən tanıyırıq bir keçidi. Tanımayan adam gəlsə, buradan çıxanmaz. İndi yaşımız ötüb, cavan vaxtı çox gəzmişik bu dağları. Seyfəddin qavamına Bəhman əmioğlu da gəlir. Bəhman əmioğlunun qəşəng şapkası var, elə ərəblərə oxşadıb özün. Ehtiyatlı ol, ayağınızın altından daş qaçmasın. İndi buradan artıq yavaş-yavaş çatırıq. 1700 metr mütləq hündürlüyə çatacağıq. Hava da açır, qəşəng. Yağış yağmadı. Çox şükür. Kəhli otlar aşağıda Bəhman çiçəkləmişdi. Burada təzə çiçəkliyir. Kəhli otu haqqında çəkilişlərim olub. Çox adamlar buna kək otu deyir. Türk qardaşlarımız da kəkik. Amma sözün Türk dilində etimologiyası kəhlik yeyən ot deməkdir. Kəhlik yeyən ot. O ot ki, kəhlik bunun həm toxumun yeyir, həm dibində yuva qurur. Yəni bu otuna sıx təmasda olduğu üçün kəhlik otu deyirik bu ota. Bu tərəflərə gəzək, sonra belə qaydacağıq üstə. Hardasa 1300 metr hündürlükdəyik. Buradan indi bir möhtəşəm Naxçıvan peyzajı görünəcək. Dağları duman alıb. Bizim Sirab kəndimiz, Sirab gölü. Bax, o da bizim doğma kəndimiz Qaraqala. Bax, qürbətdəki qardaşlar baxsın. Qaraqala kəndidir. Ondan aşağıda kətlərimiz. Lap aşağıda da Naxçıvan şəhərimiz Arazın qırağında. Çox möhtəşəm görünür. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizin canı salamat eləsin. Ermənilərin bizə qarşı torpaq iddiasının qarşısını bir dəfəlik aldılar. Rahat yaşayırıq Naxçıvanımızda. İnşallah bu ildə blokadanı yararıq. Düzdür, 30 ildə əziyyət çəkirik, blokadadayıq. Blokada şəraitində yaşayırıq. İstədiyimiz vaxt Azərbaycanımızın digər bölgələrinə gedəmirik. Gələnmirik, çətinlikdir.
Amma inşallah ki bu il blokada tamam aradan qalxar, yol açılar. Rahat gedib gələrik Bakıya da, Gəncəyə də. Mən universiteti Gəncədə oxumuşam. Gəncə dedim, çox darıxıram o şəhər üçün. Mənim ikinci vətən sayıram. Birinci vətənim bu yaşadığım yerdir, amma Gəncədə elm, təhsil almışam. Orada gözəl müəllimlərim olub. Altay Məmmədov, Allah rəhmət eləsin, Əli Mirzəyev, Əli Başlıbelli şairimiz. Uzun illər 2003-cü ildə bitirmişəm universiteti. Sonra bir daha tək gedəmədim. Əgər blokada şəraiti olmasaydı çox gedərdim mənə elm verən o elm ocağına. Bunlara baxaq Bəhman, gedirik. Sağ olun hörmətli izləyicilər. İndi maraqlı çəkilişlər olsa sizinlə paylaşacağım inşallah. Sağ olun, sağlıqla qalın.